Lənkəranda Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə əlamətdar gün münasibətilə Lənkəran rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra tədbir Lənkəran şəhər rayon polis şöbəsində davam etdirilib. Tədbirdə çıxış edən Lənkəran rayon icra hakimiyyətinin başçısı Talih Qaraşov, şəhər rayon polis şöbəsinin rəisi polis polkovniki Azər Cahangirov polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, əsayişin mühafizəsində, konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıblar və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıblar. Tədbirdə Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubu oxunub. Mərasimdə daha sonra çıxış edənlər əlamətdar gün münasibətilə xoş arzularını bildiriblər. Bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman və mükafatlar təqdim olunub. İsmail Cəfərli, Eldəniz Qurbanov, Lənkəran.